Salam maglar və magi izləyənlər. Hər vaxtınız xeyir. Usi-pusi heyvanlara olub və cib xərcliyindən çəkib bütün xərcliyini heyvanlara yatıran maglar. Həmçinin bu usi-pusi heyvanları sevib, onları qoruyanlar, hətta onlardan qorxanlar. Ekrana yaxın əyləşin, çünki Mag efirdədir. Paris, sən bu heyvanlardan qorxanları xüsusi almadın. Deyəsən heyvanlardan qorxursan, nə məsələdir? Sən bu əgər itdən pişikdən söhbət gedirsə, yox, oradan qorxmuram. Hətta nəzərə alsaq ki, itlər bir neçə dəfə mənə hücum çəkiblər, amma yenə də qorxmuram, bilməm niyə. Sağ-salamatsan. Hə, amma yəni elə insanlar tanıyıram ki, onlar nəinki heyvanlar, hətta balaca cücülərdən də qorxurlar. Yəni ki, elə insanlar da var. Yəni sözlərimi onlara ünvanladım. Yəni ki, mənə kimi insanlar düzdür, Paris. Mən hətta balaca cücülərdən belə qorxuram. Hətta cücələrdən də qorxur. Niyə bunu etiraf elədin ki, mən başa düşmürəm? Hətta mən onu yaxşı etiraf eləyəcəm, demisiniz də artıq. Deməli, mən 2-ci sinifdə oxuyarkən, musiqi məktəbinə gedəndə bibimgildə piano çalmağa gedirdim. Onların məhəllələrində çox it var idi. Mən turbaların arasıyla necə keçirdimsə, gedim tək o it məni görməsin də. Amma belə nəsə axtarırdı, birdən baxırdı, xəyalə gəldi. Necə qaçırdı, mən də evə qaçırdım. Ana! Amma təbii ki, yaxşı qutarmırdı. Elə hücumdan söhbət getmişdikən, yəni uşaq vaxtı mən lap balaca olanda, mənim üzərimə həmişə qazlar hücum edirdi. Hətta bir dəfə mən yıxılmışdım yerə, yəni onlara gücüm çatmır, mən dimdikləmişlər, mən başlarda ürəyim partlayırdı. Quşlardan söhbət düşmüşkən, bizim də həyətdə o vaxtda hinduşkalar var idi və mən plakanda durmuşdum. Hinduşkalar da məni mühasirəyə almışlar, əsir götürmüşlər. Anam da məni oradan çağırırdı ki, balkondan, xəyalə tez evə gəl. Mən də deyirdim ki, axı gələ bilmirəm, çox qorxuram bunlardan. Hətta onsuna yəni döyülmüşdüm. Sizin kriminal həyatınız bitdiyinə görə, mən də bu verilişdə aparıcı olduğuma görə istəyirəm, mən də bir kəlmə söz danışım. Deməli, mən də qorxuram. Mən də heyvanlardan qorxuram. Özə siz hansı heyvanlardan qorxuram? O heyvanlardan ki, onlar insanı qəfildən hücum edir və sən hiss eləmirsən. Namərd heyvanlardan yəni. Bəli, arxadan gələn itlər, arxadan bıçaqlayan itlər, ilanların özləri, o heyvanlardan qorxuram. Amma tək heyvanlardan qorxmuram, eyni zamanda sevdiyim heyvanlar da var. Misal üçün, çox qorxulu heyvanlardan onları mən sevirəm. Misal üçün, pişikdir, misal üçün, dovşandır, misal üçün, göyərçindir. Bunlar çox qorxulu olmağına baxımdan mən onları sevirəm. Mən bəs sən hansı heyvanları sevirəm? Elə, yəni mən yəni onlar qorxulu olduğunu bilmirdim, indi öyrəndim. Mən də yəni itləri, pişikləri çox sevirəm. Bilirsən, uşaqlarım, mən film balalarını çox sevirəm, dəhşət çox sevdim bugün. Filmlər ümumiyyətlə çox şirin olur. Onların gözləri vaxtında çox məsumluq yazılır. Bəli, doğrudan da. Amma biz çox danışdıq, ürəyimiz görünür ki, çox doldu heyvanlar barəsində. Amma bizim növbədə gözləyən bir qonağımız var. Hansı ki, mənim heç sevmədiyim heyvanlarla gəlib və amma o isə heyvanları çox sevir. Qarşılayaq. Psixoloq Dəyanət. Buyurun. Buyurun. Gəlmişsiniz Dəyanət. Biz sizi təqdim elədik, amma balacamızı təqdim eləmədik. Onu təqdim eləyərsiniz və sonra bu sualıma cavab verərsiniz. Pişiklərinizlə yola gələ bilirsiniz. Əlbəttə bu ən balaca pişikdir. Buna da pişik deyirəm mən. Bir dəqiqə, mən keçim o tərəfə sizi yaxşı görəmirəm. O balaca pişiyi mən də görüm. Hə, bu balaca pişikdir. Adı nədir? Adı Ziyadır. Çox məmnun oldum. Pişiklərlə bir yerdə elə səhv eləmirəmsə. Nə şirin uşaqdır bu. Bir dəfə olub verilişinizdə. O da pişikdir də, balaca pişik sayılır. Bax, göstərirlər səni, görürsən? Televizora bax, televizora. Pişiklərlə necə? Yola gedə bilirsiniz? Bizdə bölüm gedir də, belə deyək də. Orada deməli bir dənə pişik uşağımdır, Ziyanındır, biri mənimdir, ikisi də anasınındır. Bəs niyə məhz pişikləri yəni seçmisiniz? Niyə it yox, digər heyvanlar yox? Mən it də saxlamışam, məndə olub, itlər də olub. Amma it pişikdən az yaşayır və it biraz mənə çətin olursa, biz necə? İtə insan daha belə çox bərk bağlanır. Dünyasını dəyişəndən sonra insan... Bəs bu pişiklərin neçə yaşları var? Hansı qocadır, hansı cavan? Yox, mən heç birinə qoca demirəm. Ataları burada var, deməli. Magdılar əslində. Adları var? Hə, adları var. Maraqlıdır. Xəyalə ehtiyatlı ol. Mən qorxuram artıq. Yox, qorxmur. Xəyalə qorxur pişiklərdən. Mən düzgün bunu çıxardım. Bu çox böyüdür. Qorxma, sənin yanıma gəlməyəcək. Bu çeli ulduzdur. Bu çoxdan... Bunun deməli 10 yaşı var, 11 olacaq və bunlar heç vaxt evdən bayıra çıxmırlar. Neçə il ömürləri var ümumiyyətlə pişiklərin? Pişiklərin orta yaş 15-18 arası hesab olunur. Amma indi 20-22 ildə yaşayırlar, 24-də, Guinness kitabına 35 yaşlı pişik düşür.
Bunun adı Pişodur, bu atalarıdır. Pişo olub heç sizdən nə vaxtsa küssün, yoxsa necə? Olub heç Pişo sizdən nə vaxtsa küssün, ümumiyyətlə pişikləriniz. Hərdən küssür. Onu miyaldama mərasimi gedir burada. Amma mən narıncı rəngi olsa Garfielddir, yəni. Mən onları ayrı saxlayıram deməli. O bir dənə balası var orada. Onu ayrı, ona görə ki, çox pis dalaşırlar. Pişik dəhşət dərəcədə bu hal-hazırda, yəni tük tökür, yəni bu nədən əlaqədir? Niyə görə? Mən sizə deyim. İş ondadır ki, əgər siz evdə məndə baxırsınız, bir dənə tük tapmarsınız. Niyə görə? Çünki ev şəraiti, onlar deməli stres keçirərkən, indi bu stresdir, pişik üçün böyük bir stresdir. Kameraların qarşısında təbii ki, asan deyil. Kamera yox, ümumiyyətlə bir yerdən başlayır. İndi siz təsəvvür edirsiniz ki, mən bunları konteynerə güclə evdə saldım, bir qışqırırdılar ki, onlar çox qorxurlar və stres keçirir və stres zamanı bunlar başlayırlar tüklərini tökməyə ümumiyyətlə. Belə bir məsələ də var. O pişiyi saxlamaq çox, siz dediyiniz kimi tükü tökür, onu bəsləmək lazımdır. Hətta yeməyinə xərc çəkirsiniz. Çox xərcə salmır sizi? Yox, mən sizə deyim ki, mən ümumiyyətlə elə insanlar var, ev yeməkləri verilir, amma pişik yırtıcı heyvandır. Ona çiğ ət vermək lazımdır. Amma çiğ ətlə həmin balansı ümumiyyətlə yaratmaq olmur. Əfsuslar olsun ki, məsələn, orada deməli vitaminlər də olmalı. Ona görə mən quru yem verirəm. Amma mən deyib kim pişik gələcəkdə saxlamaq istəyir, kim saxlayır və düzgün qidalandırma, pişiyin ömrü ondan asılıdır. Yəni siz həm də psixoloqsuz. Əgər narahat edirsə, yəni sala bilərsiniz içəri. Onda pişiğini salım. Siz onu salın, biz də sizə sualımız verək. Bu mənim pişiyimdir. Yenə var orada. Bu mənim yoldaşımın pişiyidir. Çox qorxuram. Bu adı prinsesadır. Aha, prinsessa. Nə gözəldir, gözlərinə bax sən. Bu uzun tüklüdür. Qəşəng də bir şeydir. Susmaq olar onu. Ziya çox sevir uşaqları deyəcək bir şeyləri. Prinsessa. Bəlkə sus ki, qaçmasın. Bu çox həyasız pişikdir. Bundan bütün erkəklər qorxur. Ümumiyyətlə. Çırmaqladı artıq məni. Ziya çox sevir onları. Kimin pişiyidir? Paris çox bəyəndin deyəsən prinsessanı. İndi yəni prinsessadan naz eləməndə. Mamanın pişiyidir. Qız evi naz evi. O bütün oğlan pişiklər bundan qorxur evdəkilər. Bu meydan oxuyur, hamısını döyür. Ha, özdə belə prinsessa yaraşmaz. Ziya. Ha, bu prinsessadır. Sonra balalardır. Anaları düzdür, yoxdur indi burada. Bu deməli Stefandır. Adlarını özünüz fikirləşirsiniz? Ha. Adlarını, yox, mənim yoldaşım adlarını qoyub. Bu Stefandır. Ziya ümumiyyətlə çox sevim pişiklərini. Ziya evdə görmürsən bu pişikləri. Mən də qaçmaq lazım. Bu isə Masidir, bunu görmüşdür. Bu Stefanın qardaşıdır. Ay, o mənim uşağım sarı rəngdə. Ən böyük, ən ağır pişikdir. Dəyənəs müəllim, mən ümumiyyətlə istəyərdim ki, insanların heyvanlara olan, yəni sevgisinin psixoloji tərəflərində araşdıraq burada. Ümumiyyətlə ev heyvanları saxlamağın insan psixologiyasına necə təsiri var? Çox müsbət. Çox müsbət təsiri var. Mən deyərdim, hər heyvanın belə deyək də öz mənası var. Məsələn, it saxlayan insanlar, görürsünüz ki, onlarda ürək damardır, bu damar sistemidir, sonra deməli, müəyyən ayaqlarda problem olanda, məsələn, qan dövranından çox xeyirdir. Və it saxlayarkən mütləq insan gəzintiyə çıxmalı, düzdür, iti gezdirməli və təbii ki, bu çox müsbət. Digər tərəfdən heyvanlar, əsasən pişiklər o məhəbbəti bölüşdürürlər. Biz bilirik ki, o tənhalıq hissi çox pis bir hissdir və insanı uçurma aparır. Və heyvan saxlayan insan, ümumiyyətlə pişik saxlayan insanda ürək, belə deyək də, ürək damar sistemində belə də ciddi problemlər olmur. Bir sual vermək istəyirəm. Bu pişiklər də deyir ki, qadınlara bənzəyir, belə bir deyim var. Onlar da sığallanmaq xoşlayır, naz qəmzəli olurlar. Pişiklər də belədir. Siz bu fikirlə razısınız yoxsa yox? Qadınlar oxşayır? Necə deyim ki, sizə? Pişik bilirsiniz belədir ki də, heç vaxt sığallıysan, biraz yemək verirsən, üzvə qayıdmır, amma qadın adamın üzvə qayıda bilər. Bizim ölkəmizdə ümumiyyətlə belə bir yəni fikir formalaşıb ki, yəni uşaq olan evdə, məsələn, pişik, it belə heyvanlar saxlanılmasın, nə tükünə görə və yaxud da çirkinliyinə bəlkə də ziyandır. Yəni ümumiyyətlə bunun bir ziyanı var, yoxsa yox? Mən sizə deyim ki, onda Ziya hələm ana bətnində idi, elə sizin production çəkmişdi, onda daha həmin o prinsessanı getirmişdim mən. Orada da bu məsələ ilə bağlı. Ziya doğulanda da mən səhv eləmirəmsə 24-25 dənə pişik vardı evdə. Özdə mən köhnə evdə qalanda bir otaqda idi. Və mən sizə deyim ki, Ziya dünyaya gələndə elə pişiklərlə ünsiyyətdə olub indiyə qədər və Ziyada heç bir nə xəstəlik, mən yoldaşım özü məsələn hamilə olarkən gedirdi küçə pişikləri görürsən ki, müalicə eləyirdi və toxunurdu, ünsiyyətdə olurdu. Heç bir problem olmurdu. Doğrudan Ziya çox sağlam görünür, çox aktiv mağımızdır bizim. Ona biz gələcəkdə aktiv mağ olmağı arzulayırıq. Çox sağ olun gəldiyinizə görə, minnətdarıq. Suallarınızı cavab verdiyinizə görə, minnətdarıq.
Bayaq Xəyali öz kriminal həyatından danışdı. O necə dərsdən çıxır, necə itlə göz-gözə gəlirlər, it qaçır, o qaçır və s. və ilə axır. Amma bəzən elə heyvanlar olur ki, siz onu görmürsünüz, göz-gözə falan gəlmirsiniz, qəfildən yapışır sizə. Yəqin onların yapışqanları var da, ona görə yapışırlar. Amma elə heyvanlar da var ki, onlar yapışmır, onlar sancırlar, elə bizim növbəti qonağımız kimi. Vau, görəsən kimdir bizim qonağımız? Əgər öyrənmək istəyirsə, ekrana biraz yaxın əyləşin. Ya da yox, uzaqlaşın. Çünki mən qonağımızı təqdim edəndən sonra dərhal studiyadan qaçmağı belə planlaşdırmışam, ağlımdan keçirtmişəm. Qonağımızsa imperatordur. Görəsən kimdir? Belə elə qarşılayaq. Max, Samir və imperator. Buyur Samir. Gəlmirsən Samir. Az öncə qeyd elədim ki, studiyanı tərk eləyə bilər, amma hələ ki eləməmişəm, amma yəni gözlənilir yaxın gələcək. Sözdə yalan çıxdın ha. İzləyin, hələ ki yalançıyam bəli. Samir, birinci özünü təqdim elə, nə işlə məşğulsan, harda çalışırsan və sonra bizim imperator haqqında danış. Bakı Heyvanat Parkında çalışıram, gördüyünüz kimi heyvanlarla. Artıq neçə illərdir orada çalışıram. Bu isə gördüyünüz imperator udavıdır. Bizim Bakı Heyvanat Parkının heyvanlarından biridir. İmperator deyəsən məndən çox xoşu gəldi. 4-5 yaş arası olar. Yəni bunlar çox gec böyüyürlər. Yəni hər yeməkdən yeməyə, amma ki hələ ki bu çox gəncdir. Neçə metrdir onun uzunluğu? Oğlandır. Ölçməmişəm. Bir müddətdən sonra ölçəcəm. Samir, sən niyə qorxmursan ondan? Mənə çox bilmirəm. Bilirsiniz, yəni mənim neçə illərdir heyvanlarla çalışıram. Artıq çox uzun müddət, uşaqlıqdan belə demək olar ki. Ona görə mənim üçün bu adi haldır. Bəs sancımlar o səndə, yəni ziyan törətmir? Olub. Dişləyib də, gördüyünüz kimi, görürsünüz, yəni ağzını bağlamışıq ki, burada problem yaratmasın. Mən onu tutmaq istəyirəm, qucaqlamaq istəyirəm. Ağlına belə gətirmə, mən burada qorxudan ölürəm. Mən bütün heyvanlarla çox uzun müddət dişləyirəm. Ölkəsi haradır? Ümumiyyətlə, bunlar bütün harda isti ölkələr var, orada yaşayır. Mən bayaq onu imperator kimi adlandırdım adını, amma siz dediniz ki, imperatorun adı yox, yəni ilanların adı olur. Ümumiyyətlə, heç bir heyvanın adı, yəni ki, adı, yəni insanın adı kimi adı qoyurlar heyvanlara. Amma ki, bu növlərdir, məsələn, var piton növü, var udav, var gürzə, var su ilanı. Bu məhz imperator növünə aid. Nə ilə qidalanmaq? Aha, mən də onu bütün ilanlar özlərindən, bəli, torlu ilanlar, onlar insana da hücum. Mən sizə izah edeyim də, bütün ilanlar, bunlar istiqanlı heyvanlardır. Yəni ki, sizi sadəcə bax, dilini buraxır, sizin... Hiss edir. Bəli, bu da qarşına odur, isti sizdə, sizi hiss edir. Sizin ölçünüzə görə bu özünü saxlayır, yəni sizə hücum eləmək istəmir. Çünki siz ölçücə bundan böyüksünüz, bu sizi uda bilməyəcək. Ümumiyyətlə, insanlar... Udmaq fikri var amma. Bu haqda düşünür yəni. Neynəmək istəyir bu ilan? Xeyr, yəni ki, indi hal-hazırda sadəcə buraları özündə formalaşdırır. Yəni, bunlar görmə qabiliyyəti demək olar ki, çox zəifdir. Gecə-gündüzü seçə bilirlər. Amma ki, dili ilə bunlar beyni aparır. Hiss edirlər. Bəli. Molekulları tuturlar göydə. Yəni onu da deyim ki, yəni ilanlar özlərindən balaca olan bütün istiqanlı hər bir şeyi uda bilir. Yəni bəziləri sancır, zəhərləyir, öldürür, sonra udur. Bəziləri dişləyir, boğur, udur. Məni hansı yolla öldürəcək, onu deyim, mən bilim. Fərzi, sən bu qorxmasan heç bir ziyan olmayacaq o ilanın. Hələ ki, heç bir yolla. Sakit yolla. Gözləyəcək böyüməkdir. Bəs onun dərisinin nə özəlliyi var? Həmişə ilan dərisi xüsusi qiymətləndirilir mən bildiyimə görə. Yəni əslində yaxşı bir şey deyil ilan dərisini xüsusi qiymətləndirmək üçün, çünki olmaz. Yəni ki, bu dəri ancaq bu ilanı gözəl saxlaya bilər. Heç bir çantada, heç bir ayaqqabını gözəl göstərə bilməz. Və bir şey də var, yəni hansı ki, inanc deyim, yoxsa necə deyim, həmişə uşaqlıqda bizə deyirdilər ki, həmişə ilan adı deyəndə deyin ki, onun xalasından lənətləsin, belə sözlər. Çünki gəlməsin. Bugün biz heç bir ilan adı çəkmədik, amma studiyamızda yəni ilan var. Mən bildiyimə görə yeganə Azərbaycandır ki, ümumiyyətlə heyvanlar üçün belə şeylər yazırlar. Qoyurlar, 7 qardaş olur, 7 bacı olur, bilmirəm nə olurlar. Bunlar hamısı yalan bir şeydir. İlan heç vaxt qisas almır. Bəli. O mümkünsüz bir şeydir. Odur ki, bizdə görürlər, harada görürlər ilan, öldürmək lazımdır onu. Bizdə ümumiyyətlə valideynlər elə olur ki, uşaqlara elə böyüdürlər ki, filan heyvan gələr səni kəsər. Səncə bu nə dərəcə düzgün? Sən onu necə təbliğ edə bilərsən? Heyvanlarla insanları, mən baxmayaraq heyvanları çox sevirəm. Mən sırf bunların tərəfini tutmayacağam. Yəni ki,
Qarşılıqlı. Bəli, qarşılıqlı sadəcə. Tutmayın da yəni. Yox, bir söz deyim, yəni ki, bütün insanlar bilməlidir ki, biz bunlardan asılıyıq. İnandırım sizə, hansısa bir heyvanın çaşmamazlığı olsa böyük fəlakətlər olacaq. Bu bir. İkinci ki, biz bilməliyik ki, biz bunların ərazisini artıq zəbt eləmişik. Onlar məcburdular bizim evlərimizin altında. Ən azından ona imkan yaratmalıyıq. Gördü, gedim öldürüm. Baxın, mənim həyətimdə nə qədər ilan var. İlan adama hücum eləmir. İlan adamın da ancaq qaçmır. İlan danışmır. İlan məldəmir. İlandan yəni qoyunlara söz atırsınız da siz buradan hazırda. Yox, deyirlər ki, ilan mələşir orada. Yəni səs gəlir. İlan qardaşıdır, çağırır. Narahatçılıq yaratmır, yəni diskomfort yaratmır. İlan mələmək, yəni ki, insanlar mələyən ki, qaynaşan. Bəli. Çox ilan səs-küy yaradan. Bəs nə bilirsiniz ki, bu ilandır? Məsələn, burada ilan var. İlan mələmir. İlan ümumiyyətlə səs çıxardır. O nəfəs alır deyə. O fısıldayır, fısıldayır, o xüsusi özüdür. Onu uzun bir məsələdir. Yəni ki, fısıldayır ona görə ki, əslində uçan sıçanlar görmür, düzdür? Səs buraxır, qəbul eləyir, bilir qabağında nə var. Eynən ilanlar. Mən isə ilana yaxınlaşmaq istəyirəm hal-hazırda. Onda bizdən uzaqlaş zəhmət olmasa. Bəli, ümumiyyətlə belə deyim ki, həmişə ilanlardan çox tiksinmişəm və heç toxunmağa belə yəni ki, ürəyim gəlməyib. Amma hal-hazırda mən ilanı ümumiyyətlə ki, Fariz göstərməsi ki, mən yəni qorxmuram. Ümumiyyətlə bir söz deyim. Yəni ki, Azərbaycanda yırtıcı heyvanlar saxlamaq icazə vermirlər. Yəni ki, bu qanunla Zorpaqdan kənar olmaz. Bəli, olmaz. Amma saxlayan insanlar var, onları da məsləhət görmürəm. Mənim çox maraqlı bir sual ağlıma gəldi, daha doğrusu yadıma düşdü. Bu yaxınlarda bizim akademiyamızda intellektual oyunlar keçirilmişdi. Bu arada sürat hazırlanıb, bu yaxınlarda efirə gedəcək və orada belə bir sual var idi. İlanlar neçə il ac qala bilər? Mən orada baxmayaraq ki, 6 ayı qeyd eləmişdim. Orada 3 il, 6 il və 12 il səhv eləmirəmsə var idi və 6 il mən bilən düzgün cavab idi, ac qala bilirlər. Mən dəhşətə gəlmişdim. Bütün ilanlar yox. Yəni o da yenə də növdən asılıdır. İmperator necə? İmperator udavı məncə 1 il heç olmaz Hacıqam. Yəni biz praktik eləməmişik. Nəylə dolanır belə? Biz su ilə, yəni bunlarda piqatları var. Onlar tam əriyir, bunlar yeməklə böyüyür. Hər utduqca, həzm elədikcə 1 sm hər dəfə artır. Siz neçə müddətdən bir yemək verirsiniz ona? Hər 10 gündən bir. Hər 10 gündən. 10 gün siz yemək vermirsiniz. Siz çox xərcə salmırlar. Yox, xərcə deyəndə ilanlar elə də hər gün yemirlər, hər gün udmurlar, yəni ki 10 gündən bir. O da acıyanda özünü reaksiya verir, başlayır hərəkətdə olmağa. İlan tox olan zaman yatır. Mənə isə maraqlıdır, yəni sizin onlara yaratdığınız şərait. Yəni hansı dərəcə temperaturda ümumiyyətlə yaşamalıdır? Necə bir, yəni nəyin üzərində saxlayırsınız? Mən bax gördüm siz onu qucaqlamışdınız, çox istəyirsiniz. Hə, isti. Xüsusi şüşə qabda yoxsa necə? Bilirsiniz də terrariumlar var, bizdə xüsusi termoşnurlarla. O da hardasa 30 dərəcədən oldu əladır. Yəni ki 30 dərəcədən çox oldu daha yaxşıdır. Yoxsa gəl bəlkə. Mütləq su da olmalıdır, mütləq. Bizdə yəni ki günəş şüaları düşmür ora, ona görə ultrafiolet və lampalardan istifadə edirik. Bunun zəhəri var idi, çıxartdınız yoxsa necə? Xeyr, ümumiyyətlə ilanlar 2 növ olur. Zəhərli, zəhərsiz. Bəli. Bu zəhərsiz. Bunlar zəhərsizdir. Yəni böyük ilanlar həmişə zəhərsiz olur. Balaca ilanlar zəhərli olur. Zəhərli ilanla hansı ki təsadüf nəticəsində qarşılaşan gənc olsa, necə ondan başa çıxmalıdır? Sadəcə sakit yanıb baxmalıdır necə? İlanla, ilan hərəkətə reaksiya verir. Yəni ki, sakit dursa və yaxud da çalışmasa ki, onu öldürməyə, inanırım siz, yəni ilan əgər sakitsə, ilan belə bir poza alanda artıq hücuma hazırlaşır. Hücuma? Niyə göstərə? Dalğa var, yəni ki, atır da özünü. Samir, çox sağ ol gəldiyinə görə, dəyərli söhbətə görə də ondan çox maraqlı. İmperatorla çox məmnun olduq, həmçinin sənə də. Getsin yerinə. Getsin yerinə isinsin. Getsin isinsin, təşəkkür edirik. Qonaqlarımızı da yola saldıq. Hələ belə stresli, hələ belə maraqlı və super bir efirimiz demək olar ki, olmamışdı. Çox ləzzət elədi mənə. Bəli, mən də ilk dəfə olaraq, yəni bu günlərim bir ilana toxundum. Super. Məsləhət görürəm. Yox, mən ilk dəfə deyildi, bir neçə dəfə mən ilanlarla oynamışam. Hətta gördün ki, ilan necə gördün, sevindiyinə ürəyim getdi. Hətta şəkil çəkəndə Farizin, daha doğrusu Səbuhinin yıxılma. Səbuh artıq yerlərdə idi. Yox, sevindiyinə ürəyim getdi. Mən çoxdan bir gördən dostumu gördüm. Yox, ürəyə getməmişdi, yəni biz artıq cəmaət elə biləcəkdi, ona ürəyə getmişdi. Təbii ki, bunlar hamısı çox zarafatlar olmuş. Özündən iraqlaşdırmaq üçün, yəni uzandı yerə. Hansı rəqs növünə eləyirsə, mən başa düşmədim, amma növbəti rəqslə heç əlaqəsi olmayan bir surətimiz var. Aha, deməli, bizim özümüzün hüquqlarımız olduğu kimi, məsələn, mənim qorxma hüququm var idi, mən qorxdum. Hüquqlarımız olduğu kimi, bu heyvanların da hüquqları var. Bizim əməkdaşlarımız da o hüquqlarla bağlı surət hazırlayıb ümumi şəkildə. Gəlin surətə baxaq, sonra o heyvan qorxularımızla bağlı yenidən davam etdirərik, qorxmamağımızla bağlı. Hər
bir canlının yaşamaq hüququ var, elə heyvanların da. Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Məsələn, Almaniya konstitusiyasına əsasən müəyyən hallarda heyvanları kinoya çəkməyi qadağandır, əgər çəkilişlər onlara əziyyət verirsə. Avstraliyada isə hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu, yaxud qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu hesab olunur. Qanuna görə şir və digər yırtıcıları sirkdə saxlamaq da olmaz. Avstraliyada hətta itləri zəncirləmək belə qadağandır. Qanunları pozan Avstraliyalını 15.000 dollara qədər cərimə gözləyir. İtaliyada isə öz itini yaxud pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədənləri ya 10.000 avro məbləğində cərimə, ya da 1 illik həbs cəzası gözləyir. Evdə heyvan bəsləməklə yanaşı, həm də bəzən küçədə sahibsiz heyvanlara da rast gəlirik. Bəs onların hüquqları yoxdur. Sahibsiz heyvanları necə qorumaq lazımdır? Gördüyünüz kimi Bakı Dövlət Universitetinin qarşısındayım. Gəlin görək tələbələr mənim sualıma necə cavab verəcəklər. Hardasa küçədə bir heyvan gördükdə və yaxud da it, pişik ona müəyyən azdırsa, müəyyən qidalarla qidalandırıram və yaxud da müəyyən qədər soyuqdursa, hava soyuqdursa onu götürüb saxlayıram. Marağında deyil. Heç vaxtda maraqlanmamışam. Ev heyvanı deyirsə, onun yaşamağı, əziyyət verməsə, ya sadəcə yeməyini versə, əziyyətsə, onun hüquqlarının qorunması deməkdir. Qoruyanda qoruyuram. Yəni, onlar da insanlar kimi canlı. Ev heyvanı saxlayıram. Mən həyətdə bir pişik var, həmişə ona yaxşı baxırıq. Heyvanları məsələn öldürürlər ki, müxtəlif geyim düzəltmək üçün, bunların qarşısını almaq lazımdır. Əgər bu heyvanı saxlaya bilməyəcəksə, ona lazım olan qayğını, lazımı baxım, yəni ki, lazımı səviyyədə baxa bilməyəcəksə, o heyvanı məncə almamalıdır. Küçədə qalan heyvanlar üçün əgər xəstədirsə, onlar üçün bir idarə və sanatoriya tipli bir şey olmalıdır. Yəni onlar yığışdırmalıdır, orada saxlanılmalıdır. Yəni hardasa əgər heyvan görürsünüzsə, zədəli və yaxud nəsə bir problemi varsa, ona kömək eləmək lazımdır. Hər halda ən azından insanlıq borcumuzdur. Hər halda sahibsiz heyvanların məhvi humanizmə ziddir. Bu insanlığa yaraşmayan davranışdır. Odur ki, heyvanları incitmək əvəzinə onların qayğısına qalaq. Ən azı ona görə ki, hər hansı bir heyvanın nəslinin tükənməsi təbiətin balansının pozulması deməkdir. Bu isə ilk olaraq elə bizim özümüz üçün zərərlidir. Heyvanları sevənlərdən danışdıq əziz maglar. Heyvanlardan məni kimi qorxanlardan, xəyala kimi qorxanlardan danışdıq. Amma bəzən də çox təəssüf ki, heyvanlara işgəncə eləyənlər var. Biraz da istəyirəm onlardan danışaq. Doğrudan da işgəncə eləyənlər varsa bu il. Hələ mən bir neçə gördüklərimdən danışmaq istəyirəm. Hansı ki, bir tanışım var idi. Çox kəbələcəm onu deyəndə, amma deməliyəm. Təsəvvür edin ki, mən uşaq olanda onun şahid olmuşam. Götürdü pişiyin quyruğundan tuturdu, fırladırdı, tulluyurdu. Ağzını açırdı, dişlərini çıxarırdı. Nəsə çox vəhşicəsinə doğrudan onlara işgəncə verirdi. Bu sən kövrək halında, hə? Bunu kövrək halında. Mənim ürəyim dəzmir. Mən ümumiyyətlə, yəni heyvanlara işgəncə edən insanları başa düşə bilmirəm. Onlar bunu necə edirlər? Onlar yəni bu hərəkətlər edərkən ürəkləri yəni necə tab gətirir buna? Mənə çatmır bu hərəkətlər. Mən sevməməyimə baxmayaraq, amma işgəncə də o qədər də yoxdur. İnsafsız deyilsən. Bəli. Bəli, mən də başa düşməm onlar, amma Fariz onu deyim ki, o şəxslər çox azdır. Hal-hazırda heyvanları sevənlər daha çoxdur. Məsələn, studiyamızın növbəti qonaqları da heyvanları sevirlər və onları könüllü şəkildə qoruyurlar. Heyvanları qoruma dərnəyi də onlar. Gənclərimiz Maq Afaq və Maq Fərid. Buyurun. Buyurun gənclər. Xoş gəlmişsiniz Maqlar. Ümumiyyətlə, mən istəyərdim ki, ilk öncə işiniz barədə məlumat verəsiniz. Siz necə qoruyursunuz heyvanları, necə tapırsınız onları? Siz bilirsiniz, bizdə cəmiyyətlərdir, heyvanları müdafiə edən cəmiyyətlərdir. Yəni, olur indi belə vəziyyətdə, hansı bir iti maşın vurur. İt heç kimə lazım deyil, maşın vurub çıxıb gedir. Biz o heyvanı müalicə eləyib, baytara aparırıq, ayaq üstü, əlinizdən gələni eləyirik, ayaq üstü qoyuruq. Təmizliyinə necə riayət edirsiniz, qidalanmasına, təmizliyinə? Mütləq baytara aparırıq. Müxtəlif peyvəndlər vururlar ki, məsələn, sağlam qalsın. Vəsə qidalanması necə? Yəni siz onları götürüb evinizə saxlayıb baxırsınız, o qədər heyvanları sonra... Ekranda görünən heyvanı siz saxlayırsınız, yoxsa necə? O da sizin saxladığınız heyvanlardan səhv eləmirəm. Bir ayağı qırılmış, bir ayağı sınmış bir heyvan, it. O heyvanı təəssüf dəfə maşın vurub. Ayağı sınıb, aparmışıq baytara.
Heç kim vecinə də deyildi o. İtdə yazıq idi. Götürdük, apardıq baytara, gips qoyduq, qaldı bizim evimizdə. Yəni siz artıq bu heyvanları tapırsınız, onları müalicə edirsiniz, sağlam olurlar və şipşirin olurlar. Və biz onlara sahib axtarırıq, sahibinə veririk. O sual verəcəkdim ki, bəs onları istəyən insanlar olur, alırlar sizdən. Məsələn, şəkil şəkillər görürük. Məsələn, bax, indi xalq-hazırda şəkildə balaca pişik balasıdır. O da damdan yıxılır. Onu kimsə necəsə dama qalxıb, yuxarıdan yıxılıb, ayağı sınıb. O da indi bizdədir, həmin pişiyin adı Advançikdir. Çünki Advançikdir. Biz ona indi sahib axtarırıq. Çox gözəl pişikdir. Sizin işiniz həm də çox riskli hesab olunur, bilirsiniz. Çünki heyvanları, yəni sahibsiz heyvanlar istər-istəməz onlarda müəyyən infeksiyalar, xəstəliklər ola bilər. Yəni bunu siz təbii ki, gözdən görmürsünüz. Müəyyən həkimlərə müraciət olmalı. Bəs bunu necə özünüzü qoruyursunuz? Biz yəni tapdıq, götürdük evə, yox, belə şey yoxdur. Biz mütləq əvvəl baytar nəmcə məsləhət görür. Biz həmin qayda ilə, baytarın məsləhəti ilə hər şey eləyirik. Necə olur? Almaq istəyənlər necə sizə müraciət edirlər? Necə sizi tapırlar? Necə onu sizdən alırlar? Məsələn, siz hər kəsə etibarla necə əlaqə saxlaya bilərlər yəni sizdən? Bizim qrupda telefon nömrələrimiz var. Biz yəni onları təqdim eləmişik orada ki, kim məsələn pişik istəyir, ya da it istəyir özün üçün də evə saxlama, ya da baha istəyir. Zəng edilir bizdən, seçirlər. Bizdə şəkillər var qrupda. Satırsınız yoxsa yox, biz satmırıq, biz hədiyyə edirik. Bəli, könüllü şəkildə biz onları hədiyyə edirik. Doğrudan çox maraqlı. Adətən yəni insanlar yəni evdə bir heyvan saxlayanda ona hər hansı bir hərəkətlər öyrətməyə çalışırlar. Və siz necə bu saxladığınız, yəni qoruduğunuz heyvanlara nəsə öyrətməyə çalışmısınız bax? Tərbiyə veririk. Bəli, bəs necə? Məsələn, mən indi sizin yanınıza bir dənə pişik gətirmişdim. İndi studiyada qaçıb onu bir pişiyimiz itkin. Onu görənlərdən xahiş olur, mağa müraciət eləsin. Onun quyruğu yoxdur. Onun quyruğu motorda qalır. Hansı bir maşının motorda. Biz onu müalicə eləmişik, necə lazımdır. Yəni, əməli başlı formaya salmışıq. Sonra şəkildə orada pişik var. Ağ rəngdə, görürsünüz. Onun əvvəlki vəziyyəti, yəni kalsivirus ağzında var idi. Görürsünüz nə qəşəng vəziyyətə salmışıq şəkildə. Çox gözəl. Nə gündə yedi, nə gündə. Yəni, belə işlərlə qoyub insanlar da məşğul olsunlar da. Yəni, pişik görürlər, vurmasınlar, kömək eləsinlər. Afaq, biz görürük ki, siz bizim üçün burada pişik də gətirmişsiniz. Onu bizə təqdim edin indi, tanış olaq. Bəli, biz sizin üçün pişik gətirmişik bura. Adı Meridir. Balaca pişik balasıdır. Meri. Meri. Mən öz bacımın qızına Meri deyirəm. Adı Məryəmli Meri deyirəm. Oyuncağı da var. Balaca pişik balasıdır, belə. Maraqlı rəngdə pişikdir. Yox, bizə hamısından qorxur. Xəyəli artıq qorxmaq üzrədir. Gözlərinin yarısı yoxdur, Terminator oldu. Qorxulu adı Meridir. Onu hardan tapmışsınız? 2 aylıq. O bizdə orada bir dənə pişik var, balalıyıq. Hamısını paylamışıq. Bir dənə bu qalır. Kimsə istəsə, biz pay verə bilərik. Çox gözəl, təmiz pişikdir. Yəni, iqnəsini də vurulmuşuq, vaksinası var. Yəni, həkimlər testindən keçmiş bir pişik. Bəli. Gənclər, çox sağ olun gəldiyinizə görə. Doğrudan siz çox böyük xeyirxah bir iş görürsünüz. Sizin bu işinizdə daha böyük uğurlar arzuluyoruz və gənclərə də mən qısa bir mesaj vermək istəyirəm. Əgər heyvanı vurursa, mütləq onu baytara göstərin. Başlarını açmayın heyvanların. Görürsünüz, heyvanlar çox şirindilər və mən qorxan insan hətta bu dəqiqə onlardan, hətta balaca qara pişikdən belə, yəni hətta qorxmam, yəni rahat oturmuşam da, rahat olun. Bəli, təşəkkür edir gəldiyinizə görə, çox sağ olun. Təşəkkürlər. Bəli, əziz müayitlər, sonda onu demək istəyirəm ki, heyvanları sevsək də, onları qorxsaq da onlardan belə, bu o deməkdir ki, biz onları incitməliyik. Əksinə biz onları qorumalıyıq, onlarla çox sadə, yaxşı rəftar eləməliyik ki, çünki onlar da bizim kimi canlıdır və onları da Allah yaradıb. Bəli, Səbuhiyə mən də qoşuluram, amma çox təəssüf ki, bugünkü efrimizdə belə sona çatır. Gənclər, bizə təkliflərinizi, iradlarınızı, maraqlı ideyalarınızı Facebook səhifəmizə maksimi.az yazaraq bildirə bilərsiniz. Verilişlərimizin təkrarını isə YouTube kanalımızdan təbii ki, bir daha izləyə bilərsiniz. Bugünlük isə bu qədər. Hələlik!